Salam bir də olsun, bacılarım, qardaşlarım. Mən də Rəbbin köməyi ilə sizlə bir-iki ayə haqqında bölüşmək istəyirəm müqəddəs yazılan sizlə birgə. Bu Matta 21-18-dən. Demək, mənim mövzum iki ağac haqqında olacaq. Biri yol kənarında əkilən ağac, biri axar sular kənarında əkilən ağac. Ümumiyyətlə, ağac nə verir bizim təbiətə? Biz təbiətə dincəlməyə gedəndə əsasən hara gedirik? Dağlar. O dağlarda ki, o təbiətə gedir ki, orada bulaq var, ağaclar var, çaylar var, dincəlməyə gedirik. Baxın, İbrahim də Luta deyəndə göstərəndə ki, İbrahim Luta qayıtdı ki, öz qardaşı olan Luta dedi ki, sən sağa yesən, mən sola gedərəm, sən sola yesən, mən sağa gedərəm. Lut baxdı, bir gözəl yer göründü gözündən, yaşıllıq, çayı, bulağı və oranı seçdi. Ümumiyyətlə, yaşıllıq, ağac təbiətə gözəllik verir. Ağac olmayan yer quraqlıq yerlərdir. Quraqlıq yerlərdə nə çıxırmış, hə? Kol, tikan, o torpaqlar nədir? Quru torpaqlardır, şoran torpaqlardır. Ümumiyyətcə, Rəbb Allah biz insanları sevib yaradıb. Bu ağacı ən çox kimlər sevir? Təbiəti sevən. Elə deyil. Bəli, bağban sevir. Mən bir də bir kinoya baxım, köhnə kinosudur. O Sovetin vaxtında o 45-ci Böyük Dünya müharibəsində. Orada bir gürcü kişi olur, gedir oğlunun axtarmağa dalınca. Kinonun adı Əskər atasıdır. Kişi də belə boy kişi olur, yaşlı kişi olur. Ürəyinə düşür, gedim oğlumu görüm. Müharibədə gedir oğlunu axtarmağa. Nəysə, qızğın da müharibə gedir, bu gedir oğlunu axtarmağa. Elə olur ki, bir dənə sahə olur, üzümlük olur. Bir dənə tankist, Sovet tankisti. Keçir üzümlükdən o yana, bu yana şitilləri, zadları qırır belənci. Həmin o kişi gedir, tankın qabağında dayanır. Saxlayır tankı. Tankist düşür aşağı, deyir, öldürmüşdüm, sən hara gelirsən, neynirsən, hara özü batırsan. Kişi bir dənə tankistə bir dənə şillə. Tankist uzanır yerə, deyir, sən bunu əkmisən, bunu becərmisən. Yəni, bağbanlar həqiqətən ağacı sevir. Necə ana öz balasını sevdiyi kimi. Sən bağbanın yanında bir dənə ağacın budağını belə qıra bilmərsən. Ağzından çıxanı deyər sənə. Çünki sevir, sevgisi var. Və İsa nə deyib? İsa da bizim bağbanımızdır. Bu bağ İsa'nın bağıdır. Biz də bu bağda ağaclarıq, güllərik. İsa nə deyib? Sizə toxunan mənim göz bəbəyimə toxunmuş olur. Amin. Şükür olsun Rəbbimizə. Yəni, fikir verin, bağban ağacı nə üçün əkir? Onun bəhrəsini görsün. Hansı bağban ağac əkir ki, o qurusun? Hansı bağban ağacları qurusun deyə o fikirlə ağac əkir? Heç kim. Hər bir bağban ağacı əkir ki, onun bəhrəsini görsün. Elə deyilmi? Və Allah da bizi ölmək üçün yaratmayıb. Allah bizi əbədi bilib yaratmışdı. Bir qardaşım cənnət bağında ilanla Həvvanın söhbətini deyirdi. O bizi əbədi bilib yaratmışdı. Bax, günah oradan gəldi. Allah demişdi, toxunma. Sübhan deyirdi qardaşım. Toxunma, amma o toxundu. İnsan toxundu. Fikir verin, həmin ağacdan günah girdi dünyaya. Və günaha qapını insan açdı. Və iki insanın itaətsizliyinə görə bugün bütün bəşəriyyət əzab çəkir. Əziyyət çəkir. Allah bizi ölmək üçün yaratmayıb. Allah bizi əbədi bilib yaratıb. Bizi öldürən günahdır. Mən baxıram sonra ağacla insan həyatı müqayisə edəndə oxşayır. Baxın, ağac da susuz dayana bilmir. İnsan da susuz dayana bilmir. Elə deyil. Ağacın da yarpaqları var, bizim də paltarlarımız var. Ağac da quruyur,
İnsan da quruyur. Mən görmüşəm, mənim yaxınlarım, Allah uzaq eləsin o xəstəliyi, xərçəng xəstəliyindən insan quruyur. Ağac kimi. Sonra yox olur. Necə oxşayır ağacla bizim belə baxanda müqayisəmiz. Biz də nəfəs alırıq, o da nəfəs alır. Və Matta 21-18-dən oxuyum. Görün burada nə yazır. Deyir, səhəri gün İsa şəhərə qaydanda acımışdı. Rəbbimiz acımışdı. Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi, qoy bir daha sənin meyvən çıxmasın. Əncir ağacı o anda qurudu. Şagirdlər bunu gördükdə əncir ağacı bir anda necə qurudu deyərək heyrətə düşdülər. Fikir verin, şagirdlər heyrətləndilər ki, bir an içində ağac necə qurudu. Sonra müqəddəs yazıda görür şagirdləri, yəni ki, Rəbbimizin rəsulları deyək. Başqa bir yerdə yenə heyrətlənirlər. Qayıqda gedəndə böyük fırtına başlayır. Hava dəyişir, çovğun. İsa nə edir? Əlini qaldırır, qadağan edir fırtınaya. Yəni, təbiətə əmr edir. Onda da onlar heyrət buyurur ki, bu kimdir? Bu kimdir? Bu Allahdır. Bunu Allah edə bilər. Görün, Yezekiel Peyğəmbərin kitabında 17-24-də görünə yazır. Deyir, bütün çöl ağacları biləcək ki, hündür ağacı mən Rəbb alçatdım. Alçaq ağacı yüksəltdim. Yaşıl ağacı qurutdum, quru ağacı yaşıllaşdırdım. Mən Rəbb bunu söylədim və hökmən edəcəyəm. Demək, İsa kimdir? İsa Rəbb Allahdır. O nə istəsə o da olur. İstədiyi ağacı, hündür ağacı alçaldır, alçaq ağacı yüksəldir. Yaşıl ağacı qurudur, quru ağacı yaşıllaşdırır. Bunu edən Rəbbdir. Rəbb də orada demək istəyir ki, bax, mən həmin o Rəbbəm. Yezekielin kitabında deyilən həmin o İsa'yam mən, həmin o Allaham mən. Şükür olsun Rəbbimizə. Və burada Rəbbimiz acımışdı. Həqiqətən İsa'mız həm insan idi, həm Allah idi. Allah insan cildində aramızda məskunlaşmışdı. O Allahın oğlu idi. O həm də insan idi. O gəldi, biz yediyimiz çörəkdən yedi. Biz içdiyimiz sudan içdi. Bizim kimi yaşadı. Rəbbimiz də bizim kimi acımışdı. Özə fikir verin, öz səhər-səhər əncir yemək ləzzəti başqadır. Ac qarına. Rəbbimiz acımışdı deyib, bir dənə əncir yiyin də. Səhər-səhər, şirin-şirin. Amma Rəbb yaxınlaşdı o ağaca, yarpaqdan başqa heç nə tapmadı. Bilirsiniz, yarpaq nədir? Müqayisədə baxanda yarpaq sözdür. Bəhrə isə bizim əməllərimizdir. Əgər sən söz deyirsənsə, sözlüyə görə əməlin yoxdursa, demək sən də həmin ağaca bənzəyirsən. Sözün var, amma əməlin yoxdur. Deyirsən, mən imanlıyam, mən Rəbbin sözünü oxuyuram, kəlamı oxuyuram. Bizdə məbəddə bugün yoxdurlar. Orada, burada görəndə soruşlar, niyə gəlmirsən məbədə? Nə olsun gəlmirəm deyir, mən kəlam oxuyuram, mən Rəbbin sözünü danışıram, mən onu eləyirəm, bunu eləyirəm. Hora, bura özünü başlı nə etməyə? Bəraət qazandırır. Müxtəlif şeylərlə, sözlərlə, o yarpaqlarla özünü bəziyir, günahını bəziyir, özünü təmizə çıxarır. Amma bir şey başa düşmür ki, İsa gələndə sən onun qarşısında o sözü deyə bilməyəcəksən, o ağac kimi quruyacaqsın. Çünki əməlin yoxdur. Oxuyuruq bugün müqəddəs kəlamı biz, Allahın kəlamını, sözünü. Oxuyuruq mu? Nə qədər oxuyuruq? Hər şey vaxt ayırırıq. Allahın kəlamı, sözünü oxuyuruq mu? Ona görə də ağac da eləncə bəhrəsi yox idi. Çünki o yol kənarında idi. O şirəsiz torpaqda idi o. O susuz torpaqda idi. O ancaq yağışdan yağışa ancaq islanardı. Kökü islanardı. Amma bağda olan ağaclar isə ona həmişə qulluq olunur. Çünki o bağın bağbanı var.
Ben baştan bir yadıma düşdü. Kişi də mənə bir dəfə əvvəl dərsə gəlmirdim hərdən bir. Mənə bir tənbih edərdi. Həqiqətən o bizim ruhani atamız idi. Həm dostumuz idi. Rəbbə minnətdaram. Həm İsa'mıza görə, həm başlamıza görə. Həqiqətən o mənə deyəndə mən özümə bir şey bəraət qazandırırdım. Yəni özümü sözlərlə üzə təmizə çıxardırdım. Mən də bir dediyim kimi elə sözlər deyərdim. Başlayın, nə olsun gəlmirəm. Mən Rəbbin sözünü danışıram. Onu eləyirəm, bunu eləyirəm. Onu İsa görür. O mənə bir dənə qəşəng söz dedi. O mənə məsəl çəkdi. Ancaq bunu məsəl çəkdi. Deyir, oğul deyir. Yol kənarında əkilən ağacla bağda əkilən ağacın fərqi nədir? Mənə çatdı. Bildim nə demək istəyir. Dedim, Bartay, sən haqlısan. Mən də özümü bəzəmək istəyirdim. Amma gördüm, yox, yeri yoxdur. Həqiqətən. Ona görə də gəlin, ümumiyyətlə insan fikir ver, adi yol get, ağac yarpağından bilinir də. Məsəl üçün, armud ağacı nədən bilirsən ki, armud ağacıdır? Heç bəhrəsi yoxdur, yarpağından. Hər bir ağac yarpağından tanınır ki, gilanar deyir ki, yarpağından ki, mən gilanar ağacıyam. Gilas deyir ki, mən gilas ağacıyam. Hər ağac yarpağından sənə deyir ki, mənim bəhrəm nədir? Elə deyir. Bu insanlar deyilənsi sözlə tanımaq olar. Yol get, istəyir avtobusla, istəyir samolyotla, istəyir orada, burada. Kimləsə yol yoldaşı, o tanımadığın bir kənar bir adamdır. Onun ağzından çıxan sözdən sən biləcəksən ki, bunun bəhrəsi nədir? 100% olmasa, 80% biləcəksən ki, bu kimdir, nədir, nəçidir. Çünki söz və həmin o yarpaqlardır. Deyir, mən kiməm? Adam var ki, adam gələndə qaçırsan ondan. Niyə? Copçudur. Sözü var, əməli yoxdur. O da sənə alladıb ki, gələndə çevirsən bu yana. Görməməzliyə vursan özünü. Ya da bir bahanə ilə çıxırsan aradan. Öyle deyil. Onun üçün gəlin suyunu olmayalım. Rəbbin ətirli, şirin bəhrə verən ağacları olalım. Gəlin sonra baxaqın sular kənarında əkilən ağaca. Zəbur 1-ci fəsildə. Bunu hamı bilir, imanların çoxusu bilir bunu. Deyir, pislərin məsləhəti ilə getməyən, günahkarların yolunda dayanmayan, rişkəncilərin arasında oturmayan insan nə bəxtiyardır. Görün sonra nə deyir? O ancaq Rəbbin qanunundan zövq alar. Gecə gündüz bu təlimatı dərin düşünər. Axar sular kənarında əkilən ağac kimi bağrını mövsümündə verər. Yarpağı solmaz. Etdiyi hər işdə uğur qazanar. Amin. Və axar sular nədir? Həyat verir. Yəni su həyatdır. İstəyir insan üçün, istəyir ağac üçün. Harada su varsa orada həyat var. Elə ulu babalarımız da həmişə sayəhətə çıxanda İbrahimi, Yaqubu götürək. Çadırlar qurarlar harada? Harada qazarlar, quyudan su çıxardısa, orada çadır salardılar. Orada yaşayardılar. Və bu axar sular kənarında əkilən ağac nəyə bənzədir? Onu bir Rəbbin balasına bənzədir. Görün nə deyir? Deyir ki, ancaq Rəbbin qanunundan zövq alar. Gecə gündüz bu təlimatı dərin düşünər. Gəlin baxaqın, biz Rəbbin qanunu nədir? Müqəddəs yazı. Rəbbimizin əsas 2 qanunu var, bilirik də onu. Var olan Allahını bütün ürəyinlə, bütün düşüncənlə, bütün qəlbinlə sev. İkincisi ona bənzərdir, yaxını özün kimi sev. Eləmi? Gəlin biz onu icra edirikmi? Yaxını sevə bilirsən, özün kimi. Əgər sevə bilirsənsə, demək, sən onu icra edirsən. Amma İsa bir dənə də qəşəng bir söz deyir. Deyir, gördüyü qardaşını, bacısını deyək, sevməyən, görmədiyi Allahını nə cür sevə bilər?
Sən hey desən ki, İsa səni sevirəm, sevirəm. Amma qardaşını, bacını sevə bilmirsənsə, demək sən yalancısan. O bəhrəsiz əncil ağacı kimi. Onun üçün ehtiyatlı olağın. Görün sonra nə deyir? Deyir ki, pislərin məsləhəti ilə getməyən, günahkarların yolunda dayanmayan, işgənclərin arasında oturmayan insan nə bəxtəyardır. Yəni, həmin axar sular kənarında əkilən ağacı görək hansı imanlıya bənzədir. Pislərin məsləhəti ilə getməyən. Ya qardaşım danışırdı. İlan nə etdi? Həvvaya məsləhət verdi. Eləmi? Baxın, o pis məsləhətdir. Həm də şeytan çox hiləgərdir. O ilan kimi gəzir. O bugün də gəzir. O bugün qəlblərdə gəzir. Torpaq bizim qəlbimizdir. İlansa gəzir. Gəlin baxağın görən bu torpağımız olan, torpağımızda bizim o su kənarında əkilən ağac bitib, yoxsa quraqlıqdır ora. Yoxsa orada artıq ilan yuvası alıb. Hər bizi sancanda bizə ağrı verir. Amma axar sular kənarında əkilən ağac isə ağrı görməz, acı çəkməz, susuzluğun nə olduğunu bilməz. Qızmar isti gələndə qorxmaz, yarpağı solmaz. Çünki o, axar sular budur. Bu, sən bugün buradasan. Bugünə kimi buradasan sən. Onda yaşayırsanmı? Bunu içirsənmi? Bu həyat bəxş edən suyu içirsənmi? Hə? Ona görə də bugün qurumusan. Quruyursan yavaş-yavaş. Amma özün elə bilirsən ki, gözəlsən, yerində durmusan. Amma bilmirsən ki, o vəhdədir. Deyirsən, varlıyam, zəngin olmuşam, heç nəyə ehtiyacım yoxdur. Amma bilmirsən ki, bədbaxtsan sən, zəlilsən, körsən, çılpaqsan. Çünki özünü görmürsən. Çünki həmin o güzgü, budur. Şəffaf suya baxanda, suda həmişə öz əksimizi görürük. Amma sişli suda sən görənmərsən əksini. Şəffaf suda görə bilərsən. O şəffaf suyu oxumursan. Ona görə də orada özü görmürsən. Və mən baxdım, müqəddəs yazıya görüm, pislərin məsləhəti getməyən kimdir? Davud dəydi gözümə. Davudu gördüm. Davud yaxşı oğul idi. Rəbb Allah Davudu seçmişdi. Hətta müqəddəs yazıda Rəbb Allah Davuda görə deyir ki, ürəyimə görə bir kişi tapdım. O sözü Rəbb Allah Davuda demişdi. Davudun çox gözəl ürəyi var idi. Çox qəşəng ürəyi var idi. Onun sevən, rəhimli, bağışlayan ürəyi var idi. Baxın, amma Şaul onu qovur. Şaul da şah idi. Yazıda gəlirsə, İsraili mühasirəyə almışdı Filistilər. Bir dənə oğul çıxmadı o Qalyafı vurmaq üçün. Hamısını dizləri əsirdi. Amma Davud getdi. Daha doğrusu Rəbb onu apardı. Çünki Rəbbin ruhu ilə dolu bir kişi idi. Bir oğlan idi. O nə etdi? Qalyafın başını daşla vurdu, əzdi. Daş nədir? Daş Allahın kəlamıdır. Ona görə də iblis qabağına çıxanda, bax gör sənin daşın varmı? Daşın varmı? Yoxsa sən ona qalib gələ bilməyəcəksən. Bugün də bir çoxumuz Qalyafla rastlaşmışıq. O qabağımızdadır. Kim bilmirəm, hansımızınsa ürəyi əsir, hansımızsa dizi əsir, hansımızsa qorxu içindəyik. Nə olacaq, nə tər olacaq? Unutmusan, götür o daşı əlinə. Davud nə etdi? Vurdu, Qalyafı yıxdı. Yəni Davud elə oğul olub. O ad çıxartmışdı. Bütün İsrail onu sevirdi. Davud İsrailə və Şaula yaxşılıqdan başqa heç nə etməmişdi. Amma Şaul onu öldürmək istəyirdi, maraqlıdır. İkisi də məhz olunmuşdu. İkisi Allahın balası idi. Amma bu bala o birisi balanı öldürmək istəyir. Allahın bu oğlu o birisi oğlunu öldürmək istəyir. Niyə? Qürur. Şaul qürurlanmışdı. Şaulun xoşu gəlmədi. Dedilər ki, Şaul minlərlə baş kəsib. Amma Davud 10 minlərlə. O gündən o pislik girdi Şaulun içinə. O qürur, paxıllıq. Ona niyyəti o idi ki, onu öldürsün. Amma Davud isə qaçırdı. Dağlarda, mağaralarda qalırdı. Amma bir gün Şaul keçdi Davudun əlinə. Keçdi. Onun öldürə bilərdi. Hətta yoldaşı dedi ki ona ki, yaxın yoldaşı.
Allah bunu yetirib sənin üçün. Onu öldür. Öldür, canın qutarsın. Bu qaçaq həyatından canın qutarsın. Öldür onu. Amma Davud öldürmədi. Davud o yoldaşının məsləhətinə qulaq asmadı. Öldürmədi onu. Dedi ki, yox. Mən Rəbb Allahın məhz etdiyi balasına əl qaldıra bilmərəm. Öldürmədi onu. Gəlin baxaqın. Məsləhətə baxın, görün, məsləhət sizə hardan gəlir. Biz artıq ana balasının, bala anasının səsini tanıdığı kimi, 100 qadının içindən hər bir bala anasının səsini tanıdığı kimi, 100 kişinin arasından hər bala öz atasının səsini tanıdığı kimi, biz də Allahımızın, atamızın səsini ayırmalıyıq, şeytanın səsindən tanımalıyıq. Bilməliyik ki, bu səs hardan gəlir? Niyə tanımırıq? Çünki ağac bəhrəsindən tanınır. Bu gün də məsləhət verir. Elə müqəddəs yazını oxuyan görür ki, Piyotr Rəbb deyir ki, rədd ol şeytan. O da məsləhət verir ki, ya Rəbb, əsla sən çarıma getməyəcəksən, əsla ölməyəcəksən. Amma isə qayıtdı, rədd ol şeytan. Sənin düşüncələrin insan düşüncələridir. Və burada görürük ki, insan düşüncələri demək dünyadandır. Amma Allahdan gələn düşüncələr var. Onlar Rəbdəndir. Bugün bax, gör, sənə məsləhət edən varmı? Bugün bəziləri yoxdur burada. Şeytan məsləhət eləyir. Həmişə getmirsən də, deyirəm ki, nə olacaq ki? Bugün getmə. Nə olacaq? Həmişə olmuşsan da möhbətdə, bugün getmə. Gözüm uşaq deyir, ata, gedək də bugün parka. Dirilmə günüdür. Gedək də bala, gedək. Yaxşı deyir, amma bax, o səs hardan gəlir? Səni bir şey bil. Nə səni Rəbdən saxlayırsa, nə səni Rəbbə tərk etməyə qoymursa, bunu bil. Bu iblisdəndir. Necə ki, Həvvaya, Adəmə o alma qəşəng görünürdü, gözəl görünürdü. Amma onlar bilmirlər ki, o qəşəng almanın içində qurd var. Çünki günahlı ağacın bəhrəsi qurdda olur. Yaxşı görünürdü, ola bilsin dadı da yaxşı şirin idi. Amma qurd var idi, o qurd girdi olan qəlbinə. Ondan sonra onlar başladılar günahda yaşamağa. Allahın huzurundan qaçdılar, fikir ver. Gör, günah nə edir? Əgər sən günahda yaşayırsansa, Allahın huzuruna girə bilmərsən. Əgər sən dua etmirsənsə, bil, sən günahda yaşayırsan. Əgər sən kəlam oxumursansa, bil, sən günahda yaşayırsan. Günah səni qoymur. Onun üçün oyanağın, ayılağın. Həqiqətdə Rəbbin balası olmaq istəyirsənsə, bəhrə verən kəlam oxu. Günah ağacının bəhrəsinə gəlin, baxın. Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər, hilə, pozğunluq, paxıllıq, küfür, lovğalıq və ağılsızlıq çıxar. Bütün bu pis işlər insanın daxilindən çıxıb onu murdar edir. Gəlin baxağın, görəyin. Bugün bizim ürəyimizdən o şeylər çıxır. Oğurluq edirikmi? Oğurluq. Həmin o günah ağacının bəhrəsidir. Sonra qatillik. Qatillik edirikmi? Hə? Nə qədər analar bugün qatillik edirlər. Ana bətnində öz balalarını öldürürlər. O mənim qatillik deyil. Qatillikdir. Sən Allahın yaratdığı balanı, həyatını son qoyursan. O qatillikdir. Zinakarlıq. Zinakarlıq edirsən, Rəbbin sözü sənədir. Zinakarlıq o deməkdir, öyle gəlsən kiməsə bir yataqda yatasan. O da zinakarlıqdır, bəli. Amma sən o haqda düşünürsənsə, artıq sən günahkarsın. Artıq bilmirəm, sən qonşunun, yaxınının, kimin, qadınına, qızına, nəsə bir pis gözlə baxırsansa,
demək sən zina edirsən. Demək o günahlı, qurtlu bir şey var səndə. Sonra baxın, tamakarlıq. Bugün tamakarlıq edirik biz. Bilməm kimin ərində, kimin kişisində, kimin arvadında gözün varmı? Kimisə malında, varında, dövlətində gözün varmı? Tamakarlıq. Olsun, yəni olsun. Olsun, yəni doymursan. Baxın, Rəbbin sözü sizə də oyanın, ayılın. Rəbb sizi diriltsin sizi. Oyanasınız. Sonra şər əməllər, hilə, pozğunluq, paxıllıq, paxıllıq. O bizdə yoxdur ki. Heç birimizdə paxıllıq yoxdur. Biz müqəddəsik. Qurtlu meyvə odur, bax. Birinə deyirsən ki, ay bacım, ay anam, nə qəşəng sən bir şey almısan, can sağlığa qismət olsun. Və yaxud da birinə deyirsən ki, qardaşım, qəşəng maşın almısan, Rəbb Allah sənə xeyir dua versin. Bunu dilin deyir, amma içində qurt var. Paxıllıq. Belə baxanda qəşəng sözlər çıxır ağzından. Bəhrə gözəldir, amma qurtludur, qurtlu bəhrədir. İçində paxıllıq çəkirsən. Baxın, o bizdə yoxdur ki. Küfür, söyüş. Bugün söyürsən, qardaşım. Hə, bacım, lənət edirsən. Bilməm, ərinə, yoldaşına, qonşuna. Hə, o da günahdır. Çünki yazı deyir, bir bulağın gözündən həm acı, həm şirin su çıxa bilməz. Ya acı su çıxar, ya şirin su. Baxaqın özümüzə. O bizdə var bugün. Ona görə də bugün deyik. O acı, çişli sular bizi qurudur yavaş-yavaş. Amma xəbərimiz yoxdur. Sonra görün nə deyir. Deyir, dəfələrlə üstünə yağan yağışı içən və kimlər üçün işlənirsə, onlara faydalı bitkilər yetişdirən torpaq Allahdan xeyir bərəkət alır. Tikan və qanqal yetişdirən torpaq isə yararsız və lənətə yaxındır. Sonu yanmaqdır. Fikir verin. Kimlər üçün işlənirsə, o torpağımız bugün kimlər üçün işlənir? Bizim qəlbimiz torpaqdır. Bunu Rəbb üçündür. Rəbbin əkdiyi ağaclar, bəhrələr burada yetişir və bəhrə verir. Amma kimin qəlbində kol-kos varsa, demək o torpaq lənətə yaxındır. Həm də Yahyanın müjdəsində 15-ci fəsildə də Rəbb açıq deyir bu şeyi bizə. Görün İsa nə deyir? Eşidin. Mən həqiqi meynəyəm. Atam da bağbandır. Məndə olub bəhrə vermən hər budağı atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. Məndə qalın. Mən də sizdə qalın. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi, siz də məndə qalmasanız, bəhrə verə bilməzsiniz. Meynə mənəm, siz də budaqlarsınız. Kim məndə qalsa, mən də onda qalsam, çox bəhrə verər. Çünki mənsiz heç nə edə bilməzsiniz. Kim məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılar, yəni cəhənnəmə atılar. Yəni ehtiyatlı olaq. Bizim kökümüz İsa'dır. Biz isə budaqlarıq. Gəlin baxaqın, bizdə o budaqlar çıxırmı? Yəni İsa həyat ağacıdır. Həyat ağacının bəhrəsi həyat verər. Sən bugün yaxınına həyat verirsən, o həyatı verirsənmi? İsa nə deyir? Gedin müjdəni yayın. Müjdəni yayın nə demək? Gedin mənim bəhrəmi yayın. Mənim səmərəmi yayın. Qoy insanlar datsınlar, görsünlər. Edirikmi? O yazda deyildən, o insana bənzirik. O talantı gizlətmiş yalnız. O səndə var, amma vermirsən. Onun üçün oyanağın, ayılağın. Bugün Rəbbin sözü var. Rəbb istəyir ki, oyanağın, ayılağın. Onun istədiyi bəhrələri verək. Qursuz bəhrə verək, qurtu yox. Süni gülləri olmayağın, ətir saçan gülləri olağın. Kim özünü görürsə, kimə Rəbbin sözü toxundursa, qoy çıxsın qabağa, tövbə eləsin. Və sonunda mən bunu da oxumaq istəyirəm. Romalılar 20-22.
Doğrudur, onlar imansızlıklarına görə qoparıldı. Amma sən imanına görə yerində durursan. Buna görə də təkəbbürlü olma. Əksinə, qorx. Çünki Allah təbii budaqlara rəhm etmədisə, bəlkə sənə də rəhm etməyəcək. Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt. Yıxılanlara sərtlik, sənə isə əgər onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan. Onun üçün ehtiyatlı olaq. Məhz İsa onun üçün gəldi. İsa məhz gəldi ki, quru ağacları yaşıllaşdırsın. İsa gəldi ki, o günahlı bəhrələri bizdən götürdü, bizi o günahlı ağacdan kəsdi, peyvənd elədi bizi həyat ağacına. Amma bu elə-belə başa gəlmədi. Bir qardaşım oxuduğu kimi. Çünki Allah dünyanı elə sevdi ki, öz balasını ona qurban verdi. Verdi ki, ona iman edən hər kəsin əbədi həyatı olsun. Və onun qanı bizim günahlarımızı təmizləyir. Onun qanı bizim qurdlarımızı təmizləyir. Onun qanı bizə həm də həyat verir. Həyat nəfəsi verir. Əbədi həyat verir. Onun üçün kim istəyirsə ki, Rəbbin o əbədi həyat ağacında yaşasın və bəhrə versin, çıxsın qabağa, çıxsın Rəbdən diləsin və yenidən bəhrə verin. Hər şey birdən olmur, yavaş-yavaş olur. Kişinin bir sözü var, yazma düşdü. Deyir ki, Allah qarığa deyir ki, vurub sənin gözünü çıxarsın. O yavaş-yavaş edir. O sənə şans verir. Tövbəyə fürsət verir. Tövbə nədir? Tövbə sənin şəfana bir məlhəmdir. Çıx qabağa. Çıx. Qurumusansa Rəbb səni yaşlılaşdıracaq. Rəbb bizim kimi insan olub. O bizim bütün ağrılarımızı bilir. Bilir bizim ağrılarımızı. O bizim hisslərimizi bilir. O mərhəmətlidir və xeyirxahdır. Rəbb tövbələrimizi qəbul eləsin. Və İsa ilə əbədi yaşamağımıza xeyir dua versin. Qoy Rəbb Allahımız, atamız.